Salam, hər vaxtınız xeyir olsun. Bugün istəyirəm sizinlə deməli paylaşım börək resepti ilə sos əmbici hazırlayırıq. 2 yumurta, 1 stakan qatıq, duz, 1 armudluq stakanı bitki yağı və yarım stakan su və biraz sirkə qarışdırırıq. Qoyuruq kənara. Götürürük yufka lavaşını, birinci lavaşı tökürük. Qoyuruq formanın içinə, üstünə sos tökürük. Sonra lavaşı belə doğrayırıq balaca tikələrə, üstünə belə yığırıq. Yenə sos tökürük və üstünə göyərti səpirik. Nə qədər göyərti lazımdır mən yazacağım. Sonra üstünə səpirik ağ pendir. Üstünə yenə lavaş qoyuruq. Və lavaşın üstünə yenə sos tökəcəyik. Sosun üstünə təzədən yenə göyərti səpirik. Sonra yenə pendir. Duz istiyordu, kim istəyir, biraz vura bilər. Yenə üstünə qoyacağıq pendir. Yenə üstünə qoyuruq lavaş. Lavaşları yığırıq sosdan üstünə. Göyərti, pendir. Ən axırda lavaşı yerləşdiririk. Sos dökürük və belə üstünə, qıraqları belə üstünə dökürük. Yumurta ilə sürtürük, bir pitov yumurta. Üstünə biraz yağ gezdiririk və küncüt, çörək otu ikisini də mən tökmüşəm. 180 dərəcədə 40 dəqiqə pişdi. 45 dəqiqədə olar, biraz suyu geçsin. Nuş olsun.